O qızıl qaba qan qusur. Son zamanlar onsuz da mənə verilən sualların çoxu ancaq Vəfa Şərəfova haqqındadır. Ailəsi ilə barışacaq. Çox insanların marağında olan bir insandır bu xanım. Amma çox gözəl xanımdır. Ona mənim simpatiyam var o xanıma. Vay vay vay. Heç o yazığı imkan verirlər ki, o normal bir həyatın yaşasın. Belə deyim doğru dildə. O qızıl qaba qan qusur və belə deyim. Ona imkan versələr, maneçiliklər olmasa o ailəsi ilə xoşbəxt ola bilər. Amma təəssüflər olsun ki, onu sona qədər tək görürəm, ailəsiz görürəm onu. Bu qədər. Natavan Qarayeva, ekstrasens. Son vaxtlar demək olar ki, xanım gündəmdədir. Dedi ki, mən siyasətə qarışmayacağam. Sadəcə olaraq şou biznesdə, mədəniyyətimizdə, incəsənətimizdə olan insanlarla bağlı onların şəxsi həyatlarından, yaradıcılıqlarından, keçmişindən yox, gələcəyi ilə bağlı nələrsə deyəcəm və deyir artıq. Eşitdiniz hansı xanımla, Vəfa Şərəfova ilə bağlı dedi. Təbii ki, siz özünüz eşitdiniz ki, o nə dedi. Mənim artıq onun fikirlərdən müdaxilə etməyimə ehtiyac yoxdur. Sadəcə olaraq mən də Vəfa Şərəfovaya deyirəm ki, ehtiyatlı ol. Natavan Qarayeva sizlə bağlı bəzi açıqlamalar etdi. Sadəcə olaraq özünüzü qoruyun. Sarı Səfura Bahadurdan və Natavan Qarayevadan sizə tövsiyələr, məsləhətlər. Bu qədər.